Bismillahirrahmanirrahim. Sual bundan ibarətdir. İmalə eləmək, yəni klizma, orucu batil edirmi? Demək olar, bütün fəqihlərin nəzəri bundan ibarətdir ki, axıcı, yəni maye şeylə imalə eləmək, çarəsizlik və müalicə üzündən də olsa, orucu batil eləyir. Amma müalicə üçün istifadə olunan qeyri-maye şey, məsələn şam kimi, onun oruca bir ziyanı yoxdur. Ayətullah Məkarim Şiraziyə görə ehtiyat vacibə əsasən qidalanmaqdan ötürü olan qeyri-mayələrin də istifadəsindən çəkinmək lazımdır. Sual bundan ibarətdir. Qusmaq orucu batil edirmi? Bilərəkdən qusmaq orucu batil edir. Hətta zəhərlənmədən qurtulmaq səbəbi ilə olsa belə, bilərəkdən qusmaq orucu batil edir. Amma səhvən yaxud ixtiyarsız olaraq qussa, oruc batil deyil. Demək olar, bu nəzər hər üç fəqihin nəzərinə əsasəndir. Həmçinin oruc tutan zorla qusmağının qarşısını alması vacib deyil. Lakin zərər və məşəqqəti olmadığı halda, yəni çətinlik olmadığı halda onun qarşısını alması yaxşıdır. Ayətullah Məkarimin nəzərinə əsasən. O cümlədən yeri gəlmişkən, gəyirmək vasitəsilə boğazından qusmaq hesab olunan bir şeyin gəlməsinə yəqin edən şəxs bilərəkdən gəyirməməlidir. Lakin yəqini olmadığı halda bunun eybi yoxdur. Və əgər gəyirməklə ixtiyarsız olaraq ağzına bir şey gələrsə, onu çölə boşaltmalıdır. Və əgər onu bilərəkdən udarsa, orucu batildir. Lakin ixtiyarsız olaraq onu udmağın eybi yoxdur. Ayətullah Sistani və Ayətullah Məkarim Şirazinin nəzərinə əsasən.